Hörmətli izləyicilər, Ağdamın məşhur çay evi yenidən öz ünvanında Ağdam məscidinin qarşısında yenidən inşa olunur. Artıq siz Ağdam çay evinin bünövrəsini görürsünüz. Bir neçə aya bu möhtəşəm çay evi, Ağdamın simvollarından biri olan çay evi yenidən məscidimizin qarşısında inşa olunacaq və açılışı həyata keçiriləcək. Ağdam çay evi Ağdamlar üçün böyük əhəmiyyət kəsb edirdi. Ona görə də müasir Ağdamımızda yenidən Ağdam çay evini görəcəyik və buranın sakinləri Ağdam çay evində yenidən o gözəl asudə vaxtlarını səmərəli şəkildə məhz burada keçirə biləcəklər və köhnə Ağdamı xatırlayacaqlar. Ağdam çay evi məscidin qarşısında ikinci yaşayış kompleksinin yaxınlığında yerləşir. Həmən qarşısında isə bir nömrəli məktəb və bir nömrəli uşaq bağçası yerləşir. Və burada isə yeni tikililəri görürsünüz. Yeni tikililər məhz 3-cü ya 4-cü yaşayış kompleksi olacaq. Və çay evinin 3-cü mərtəbəsindən və yaxud da 2-ci mərtəbəsindən baxdığımız zaman o məşhur Hilton otelini məhz görürsünüz buradan. Və bu ərazidə isə Ağdam City oteli siz görə bilərsiniz. Çox mərkəzi bir yerdə yerləşir Ağdam çay evi. İstənilən nöqtədən, Ağdam şəhərinin istənilən nöqtəsində baxdığınız zaman bu əzəmətli binanı görəcəksiniz. Xeyirli uğurlu olsun. Məşhur çay evinin düz qarşısından bu Ağdam çay evinin köhnə pilləkənlər olan hissəsidir. İndi mənfur düşmənlərimiz onun sadəcə çox az bir qismini saxlayıb, qalanı talan edib aparıblar. Bugün gözəl bir bizim Seyidli kənd sakini ilə qarşılaşdım Ağdam şəhərində. Elşən Məmmədovla qarşılaşdıq. Elə o da bizim kəndçimizdir. Mən bloger Orxan Şirinli ondan xahiş etdim ki, bugün məhz bu çay evi haqqında olan xatirələrini bizimlə bölüşsün. Burada hansı xatirələriniz olubdur? Bu günləri Ağdamın işğalından azad olmasından 5 il keçir. Nə deyə bilərsiniz bu haqda? Həm Seyidli kənd sakini kimi, həm bir Ağdamlı kimi, Qarabağlı kimi. Bugün ən əziz gündür, Ağdamın azad olunma günüdür. Salamlayıram bütün Ağdamlıları, bütün Azərbaycanlıları. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bugün Ağdamın ən gözəl, məşhur yerlərindən birindəyik. Bəli. Məscidin qarşısındayıq. Çay evinin təməlini qoyubdular. Bəli, indi yaxınlaşaq zəhmət olmasa. Bugün çox qürur verici bir gündür. Çox gözəl. Çünki çoxdan da Ağdamlılar gözləyirdi ki, məhz çay evinin nə vaxt təməli qoyulacaq və bu müasir Ağdam şəhəri qurulan zaman hər kəs gözləyirdi ki, o Ağdamın simvolu olan çay evi elə bu müasir şəhərimizdə də olsun. Yenə o köhnə xatirələri yada salsınlar. Bəli, bu həmin gündür. Çay evinin təməli qoyulubdur. İndi Elşən Məmmədov, siz çay evi haqqında hansı xatirələriniz var? Asudə vaxtınızı burada necə səmərəli keçirdiniz? Bu barədə nə deyə bilərsiniz o vaxtki xatirələrdən? Vallahi çay evi ən gözəl killərdən biri idi. Burada xəngəl verirdilər, çay verirdilər. Uşaq vaxtı gəlirdik, burada otururduq. Davam vaxtı. Burada park var idi. Burada cəmaət yaşayırdı, millət var idi. Burada gözəl gəncliyimiz keçibdi. Təbrik edirəm bütün Azərbaycan xalqını. Bu günləri çox əlamətdar bir gündür. Bu günləri çox əlamətdar gündür. Şükür bu günə. Siz hardan gəlmisiniz bugün Ağdamı ziyarətə? Mən Bərdədə yaşayıram, Bərdədən gəlmişəm. Bəli. İnşallah 5 yaşayış kompleksi tikilir. Bax, həmin yaşayış komplekslərindən ikinci yaşayış kompleksini sizə göstərə bilərəm. Bax, bu gördüyünüz
əzəmətli binalar ikinci yaşayış kompleksini bizə göstərir. Hemen karşımızda çay evinin arka tərəfində. İnşallah 5 yaşayış kompleksi tikildiği zaman 20.000 əhali 2026-cı ilin sonuna kimi Ağdam şəhərinə köçüləcək ilkin olaraq. Və inşallah ki biz Seyidli kənd sakinləri də həmin o 20.000 əhalinin içərisində olmaq istəyirik. Allah qoysa. İnşallah sizin də arzularınız həyata keçər, yenidən öz doğma yurdunuza qayıdarsınız. Şükür, bu günlərə şükür. Təşəkkür edirəm, çox sağ olun. Böyle, sağ ol. Həmişə üzünüz gülsün, həmişə Sağ ol. Azərbaycan xalqı sevinsin, əmin-amanlıq olsun. Və bu günü bizə yaşadan Cənab Prezident İlham Əliyev cənablarına dərin minnətdarlığımızı bildiririk ki, Azərbaycan xalqının 30 il ərzində arzusunu gerçəkləşdirdi. Bizim şəhidlərimiz, qazilərimiz sayəsində bizim torpaqlarımızın hər bir qarışı işğaldan azad olundu. 2023-cü ildə suverenliyimiz antiterror əməliyyatı ilə başa çatdı və suverenliyimiz bərpa olundu. Minnətdaram bizim şəhid ailələrinə ki, elə gözəl övladlar böyütdülər, qəhrəman övladlar böyütdülər və onlar sinəsini qabağa verərək, ölümdən qorxmadan məhz bu torpaqları işğaldan azad etdilər. Çox sağ olun. Allah qazilərimizə can sağlığı versin. Minnətdaram. Yaşasın Azərbaycan xalqı. Qarabağ Azərbaycandır. Şükür, şükür.